2 atomlu spirtlərdən danışır. Deməli, uşaqlar, bunlarda neçə dənə OH var? Əgər 2 atomlu spirt deyiriksə, deməli, burada neçə OH var? 2 OH var. Ümumi formul bunların bu şəkil. Kim deyər? Doymuş 1 atomlu spirtlərin ümumi formulu necə idi? Kim deyər? Doymuş 1 atomlu spirtlərin CnH2 1OH və ya CnH2 2O. bəli. CnH2n plus 1 OH və ya CnH2n plus 2 O. Bəli. Doymuş 2 atomlu spirtlərin formulu uşağı var CnH2nOH2 şəklində. Bunlarda 2 OH olur. Hidrogenləri bir yerə yığanda bunu necə göstərmək olar? CnH2n, 2 dənə hidrogen burada plus 2, oksigen burada neçə dənə olur? 2 dənə olur. Bu şəkildə göstərilir. Və deyirik, doymuş 2 atomlu spirtlərdə n böyük bərabərdir nədən? N böyük bərabərdir 2-dən. Uşaqlar, n-in yerinə 2 qoysaq, bunların ilk nümayəndəsi 2 karbonludur. N-in yerinə 2 qoysaq, ilk nümayəndəsi 2 karbonludur. Bu şəkildə yazırıq ilk nümayəndəsi. Bu maddənin tarixi adı etilen glikoldur uşaq. Bu maddənin tarixi adı nədir? Tarixi adı etilen glikoldur. Biz bunu beynəlxalq nomenklaturaya görə adlandırsaq, necə adlandırarıq? OH olan tərəfdən nömrələyirik 1, 2. 2 karbonu varsa deyirik etan. 2 atom, 1 atomlu spirtlərin sonu ol-la bitirdi. 2 atomlu spirtlərin sonu diol-la bitir. Olur etandiol. Olur etandiol. OH birinci və ikinci karbonlardadır. Olur etandiol 1, 2. Baxın bir dənə. Olur etandiol 1, 2. Davam edək. Başqa bir nümayəndə yazıram. Birinci nümayəndə etandiol 1, 2. Digər bir nümayəndəsinə baxaq. Məsələn, kim deyər? Bunun adı necə olar? Hardan nömrələyərik uşaq? OH olan tərəfdən nömrələyərik. 1, 2. OH olan tərəfdən nömrələyirik. 1, 2, 3, 4. Adı necə olar uşaqlar bu spirtin? 4 ilə bitirsə butan deyərik. Deyərik butan. 2 atom olduğuna görə nə deyərik? Diol. Butan diol. OH-ın biri birinci karbondadır, biri ikinci karbonda. Deyərik butan diol 1, 2. Görün burada qaranlıq qalan nəsə var. Məncə rahatdır adlandırmadır. Bildiyiniz şeylərdir. Digər bir nümayəndə yazıram. İndi siz mənə deyin görək uşaq, biz soldan nömrələyərik yoxsa sağdan? Kim deyər? Hardan nömrələyərik?